1-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan və ötən il nəşinin qalıqları ata-baba yurdu Füzulidə torpağa tapşırılan şəhid qəhrəman Nərimanov Sirac Firuz oğlunun il mərasimi keçirilib. Yeni Çağaz xəbər verir ki, Füzuli rayon Babı kəndində baş tutan mərasimdə şəhidin doğmaları, media nümayəndələri, rayon sakinləri, rəsmiləri iştirak edib. Qəhrəman şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi anılıb və ruhuna dualar oxunur. Qeyd edək ki, Nərimanov Sirac Firuz oğlu 24 oktyabr 1973-cü ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 1992-ci ilin iyun ayının 6-sında hərbi xidmətə çağırılıb. Onun döyüş yolu hərbi xidmətə gəldiyi ilk günlərdən etibarən başlayıb və Füzuli rayonunun Məngələn ata deyilən yüksəkliyi və Qacar kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Qacar kəndi uğrunda gedən döyüşdə Sirac qəlb yarası alsa da xidmətinə davam edib. Hərbi sirlərə peşəkarcasına yiyələnərək en saylı briqadanın hücum alayına göndərilib və həmin alayda bölmə komandiri təyin edilib. Füzuli rayonunun 22 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi işğaldan azad edildiyi döyüşlər zamanı Füzulinin Arazboyu kəndlərinin azad olunmasında Sirac Nərimanov öz döyüş yoldaşları ilə əsil şücaət göstərib. 1994-cü il yanvarın 11-də Aşağı Əbdürrəhmanlı kəndində gedən ağır döyüşlərdə şəhid olan Sirac Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən Peyğəmbər qəbirstanlığında naməlum şəhid kimi dəfn edilən şəhidlərimizdən biri olub. Onun nəşinin qalıqları ötən il doğulduğu Füzuli rayonunda torpağa tapşırılıb.